Bir müddət öncə Azərbaycanın ən çox və ən az əhalisi olan kəndləri ilə bağlı video hazırlamışdıq. Növbəti araşdırmamız isə göllərlə bağlıdır. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadrat kilometr olan 450 göl var. Sarısu gölü Azərbaycanın ən böyük gölüdür və Kür-Araz ovalığında yerləşir. Yerin Qulağı YouTube kanalı Azərbaycanın ən gözəl 10 gölünü təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Göygöl, Göygöl rayonu. Göygöl Gəncə şəhərindən 25 km məsafədə, dağların və yaşıl meşələrin qoynunda yerləşir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə şəffaf suyu olan Göygöl yaranıb. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2800 metr, dərinliyi isə 96 metrdir. Göldə qorunmaqda olan farel balıqları yaşayır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Sarısu gölü, İmişli, Sabirabad. Azərbaycanın ən böyük gölü İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 kilometr uzanan və bir-biri ilə əlaqəli 4 göldən biri olmaqla çay-dərə eroziya mənşəlidir. Nisbətən böyük göllər sırasına daxildir. Şirin suludur. Suyunu əsasən şərbət qobu vasitəsilə Ağgöldən, yeraltı və yağıntı sularından alır. Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Gölün maksimal dərinliyi 6 metrdir. Burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların qışlamasını təmin edir. Maral göl, Göygöl rayonu. Dəniz səviyyəsindən 1902 metr hündürlükdə yerləşən Maral göl, Göygöldən biraz aralıda yerləşir. Bu gölün sahəsi 23 hektar, ən dərin yeri 60 metrdir. Göygöllə Ağsu çayı vasitəsilə birləşir. Batabat gölü, Naxçıvan. Batabat gölünün uçqun və sürüşmə nəticəsində yarandığı ehtimal olunur. Bu göl Naxçıvan şəhərindən 62 km şimal-şərqdə, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Suyu şirin olan Batabat gölü təbiətdə nadir rast gəlinən üzən adaya sahibdir. Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüyündən formalaşan bu ada küləyin istiqamətindən asılı olub vaxtaşırı öz yerini dəyişir. Ağgöl, Ağcabədi. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağgölün qorunmasının beynəlxalq əhəmiyyəti var. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının qırmızı siyahısına və Azərbaycanın qırmızı kitabına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağgöl, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranıb. Həmbil gölü, Şabran. Şabran rayonunun yuxarı axını hövzəsində yerləşən gölün adı ərəb dilindəki əm, cəmaət, icma, tat dilindəki bil, bataqlıq sözlərindən ibarət olub icma, cəmaət gölü mənasını verir. Əmbil gölünə hansı mənbədən suyun gəlməsi məlum deyil. Ehtimallara görə gölün dərinliklərində bulaq qaynayır. Gölün suyunun duru olması da bununla bağlıdır. Nohur gölü, Qəbələ. Qəbələ şəhərindən 3 km şərqdə, Nohur Qışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumru dağlarının arasındakı təbii çuxurda dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşir. 1949-cu ildə bu gölün cənub hissəsində Güllüburun dağı ilə Yumru dağ arasında uzunluğu 850 metr, hündürlüyü 810 metr, eni 4-6 metr olan torpaq mənd çəkilərək su anbarı yaradılıb. Maksimal dərinliyi 24 metrdir. Qəbələ İsmailli Bakı avtomobil yolunun kənarında yerləşən göl yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır. Xanbulan, Lənkəran. Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Gölün ərazisində 1976-cı ildə su anbarı istifadəyə verilib. Candar göl, Ağstafa. Ağstafa rayonunda yerləşir. Azərbaycanın qərbindəki iki uzqar nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasındakı sərhəd gölün tam ortasından keçir. Çənlibel gölü, Quba. Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km məsafədə yerləşir. Sıx qəçreş meşəlikləri ilə əhatə olunub.
Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.